Əgər siz də yumuşaq, ağızda əriyən korjlar istəyirsinizsə, bu resepti mütləq sınayın. Qazana yağı, şəkər tozunu, balı əlavə edib, yağ tam əriyənə qədər qarışdıraq. Ardından üzərinə soda əlavə edib, kütlə karamel rəngi alana qədər bişirək. Soyuması üçün ayrı bir qaba əlavə edib, üzərinə yumurtanı, südü, unu hissəsi əlavə edirik. Ayrı bir qaba un əlavə edib, xəmiri toparlayırıq. 9 bərabər kündə edirik. Krem üçün qaba şəkər tozu, yumurta sarılarını, vanilin, un, südü az-az əlavə edib qarışdıraraq bişirək. Bişdikdə üzərinə streçlə örtüb soyuması üçün bir qırağa qoyaq. Yağlı krem üçün qaba yağı əlavə edib mikserlə qarışdıraq. Daha sonra üzərinə bişmiş molakını əlavə edib çalaq. Soyuyan kremi üzərinə qaşıq-qaşıq əlavə edib mikserlə qarışdıraq. Korjları yağlı kağızın üzərində yayırıq. Yersiz qabarmaması üçün çəngəllə dəliklər açırıq. Əvvəlcədən qızdırılmış sobada maksimum 5 dəqiqə bişiririk. Kremi korjların arasına çəkib torta yığırıq. Kremin hopması üçün ən az 4-5 saat soyuducuda saxlamaq lazımdır.